arkadaşlar. Bir daha hoş gördük. Səhət yaxına gələcək. Bugünləri futsal idman oyunu qaydalar haqqında, qapıdan zərbə haqqında bir dənə bizim komandamızın qapıçısı ilə Asimlə bu qayda haqqında ətraflı məlumat verəcək. Deməli, biz bilirik ki, futsal idman oyununda qapıdan zərbə deməli, nə ilə başlanır? Əllə. Yəni, qapıçı qapıdan zərbəni, deməli, zərbə meydançası, qapıçının zərbə meydançası. Bax, xətti göstər, 6 metrdir. Bax, buradan başlayır. Bax, səhət göstər. Bax, göstər. Və bütün xəttlər meydançada 8 santıdır. Və qapı da, yəni hündürlüyü 2 metr, eni 3 metrdir. Və xəttdə nə qədərdir? 8-dir. Yəni bu qapıdan zərbə, qapıçı nə ilə başlayacaq? Oyuna əllə. Yəni qapıçı topu Asim oyunda zərbə meydançasının içinə də ata bilər oyuncuya. Komanda yoldaşı. Mən məsələsi komanda yoldaşıyam. Mən gəlib top istəyə bilərəm və zərbə meydançasında və kənarda top istəyə bilərəm. Problem yoxdur. Amma qapıdan zərbə vaxtı rəqib oyuncu girə bilməz. Rəqib oyuncu zərbə meydançasına daxil ola bilməz. Amma biz komanda yoldaşı nə edə bilərik? Qapısımıza gəlib top da ala bilərik daxilindən. Xaricindən də nə edə bilərik? Top da ala bilərik. Amma rəqib girə bilməz. Qapıdan zərbə əllə başlayır və 4 saniyə vaxt verilir. Asim, sənin neçə saniyə vaxtın var? 4 saniyə. 4 saniyə ərzində nə eləməlisən? Top oyuna daxil etmək. Və necə? Əllə, ayıqsan, əllə. Yox, 4 saniyə ərzində əllə topu oyuna daxil etməsə, top kimə keçəcək? Ayıqsan, əks komanda nə eləyəcək? Sərbəst hakim təyin edəcək. Və burada 2 məqam var. Birinci məqam nədir? Əgər bizim qapıçımız, Asim, birinci məşq toplantısında olmaz. Qapıdan qapıya birbaşa nə eləmək? Vurmaq olmaz. Niyə? Ona görə ki, futsalda qapıdan zərbə nə ilə başlayır? Əllə başlayır. Sən bu topu əllə o qapıya göstər, səyir, o qapıya nə eləyə bilərsən? Əllə ata bilməsən. Əgər sən bu topu buradan əllə atsan, rəqibin qapısına, top qapıdan keçsə belə, qol qeydə alınmayacaq. Rəqib təzədən qapıdan zərbə başlayacaq. Ona görə sən nə eləməlisən? Topu ya zərbə meydançasının daxilinə, ya da xaricinə, komanda yoldaşınıza götürmə verməlisən. İkinci qayda barəsində nədir? Əgər sən topu götürüb, təsadüfən deyim, tələsik deyim, yaddan çıxıb deyim, topu götürüb, topu qapıdan zərbə, topu atıb, belə zərbə vursun, gedib qapıdan keçsə, yenə qol qeydə alınmayacaq. Qol qeydə alın, top qapıdan keçir. Birinci kərə başlasın belə, topu götür, qapıdan zərbə 4 saniyə vaxtım var, düzdürmü? Sən bunu neyləməz, ya yerə, ya daxil, ya xarici ötürməlisən. Yox, topu tutub, belə vursun, hakim birinci kərə nə verəcək? Gecə təkrar elə. Yəni, təzədən sən nə edəcəksən? Qapıdan zərbə əllə nə eləməlisən? Başlamalısın. Birinci kərə təkrar olacaq. Yox, ikinci kərə bu eləsi baş verirsə bu. Artıq sərbəst zərbə verəcək. Yanına qalanma. Yəni, çalışmaq lazımdır ki, oyunda qapıdan zərbəni ya daxil, ya xaricinə tez əllə başlamalısan. Aydınmı? Mütləq. Yox, sən topu tutub, altından təpi ilə vursun, qapıdan keçsə, qol qeydə alınmayacaq. Amma başlasın belə ayağına, birinci kərə nə olacaq? Təkrar olacaq, xəbərdarı, yəni yenidə. İkinci kərə nə olacaq? Sərbəst zərbə. Amma oyun vaxtı bir dənə qayda icazə verir ki, qapıdan zərbə yox, oyun vaxtı, küncdən zərbə, sərbəst zərbə və ya da cərmə zərbəsi oyun reallığında. Sən topu tutsun, küncdən zərbədir. Məsələn, gəldiyi top, tutdum. Hop, bu artıq qapıdan zərbə deyil, küncdən zərbə topu tutub. Artıq sən topu tutub, təpi ilə vura bilərsən, geri qol ola bilər. Amma top, rəqib hücuma gəlib, topumuz qol olmayıb və buradan keçib, tirin böyründən, tirin altından keçib, düzdürmü? Qol olmuyor. Artıq qapıdan zərbə, düzdürmü? O reallığı deyil. Sən qapıdan zərbə döstən. Və sən bunu belə başlaya bilməzsən. Ancaq nətər? Əllə başlamalıdır.
Bu hörmətli həmşərlər, həm MİQ və sertifikasiya, burada bir 10 dən 15 dən sual çıxır, sualla qayda çıxır. Həm də bir günlər biz qapısımıza bu qaydaları nə elədik, başa salaq. Aydın oldu mu? Beləsi. Məşqə davam.